Bugün sənayede katastrofik nəticələnən hadisələrdən və problemlərdən danışacağıq. Bunun ölkəmizdə tətbiq olunması, yəni OSHA standartının tətbiq olunması, belə deyək, hansı çətinliklərə əsasən tətbiq olunmur və yaxud da ümumiyyətlə tanınmır və yaxud da belə deyək, nəyə görə müraciət edilmir bu standarta? Mən sizə əmin edə bilərəm ki, ümumiyyətlə izləyicilərimizə mən proses təhlükəsizliyi zavodu tanıyıram ki, onun o proses təhlükəsizliyindən, standartından və proses təhlükəsizliyi kateqoriyasına düşdüyünü bilmir. İxtisas adı ilə desək, məsələn, kimlər təhsilində bunu bilməlidir? Bugün bu sahədə proses təhlükəsizliyi sahəsində bizim təhsil verən insanımız yoxdur. Yəni kimya mühəndisi buraxırıq, amma kimya mühəndisi proses təhlükəsizliyi standartından xəbər olmaya bilir. Talk now, Chief. I'm making a TV show. Hər vaxtınız xeyir, hörmətli Kök Səbəb izləyiciləri. Bugün sənayede katastrofik nəticələnən hadisələrdən və problemlərdən danışacağıq. Şəbnəm xanım həmişə kimi çoxlu suallar toplayıb bizim izləyicilərimizdən. Özləri bura gəlməsələr də izləyicilərimiz çoxdur və sualları da çox olur. Biz də qərara gəldik ki, bu barədə bir aydınlıq gətirək məsələlərə. Deməli, bizim ən çox rastlaşdığımız suallardan biri belədir ki, sənayenin sahələrinə görə təhlükəsizliyin idarə etməsində müəyyən bir fərqlər varmı? Yəqin standartlarla bağlı ümumiyyətlə qeyd varmı konkret olaraq, yoxsa tam olaraq sənaye sahələrinin idarə etməsindən danışır? Bəli, əsasən, məsələn, sənayedə baş verən qəzalar hər sənaye sahəsində müxtəlif olaraq. Ümumi yanaşmalı, sualı dəqiqləşdirmək istəyirdim. Bəli, yanaşmalar fərqlidir, ümumiyyətlə idarə etməsi, ümumiyyətlə sizə standartlar baxımından da ümumi bir yanaşma tətbiq etsək. Ümumiyyətlə götürəndə iki hissəyə bölmək olar. Ümumiyyətlə birinci fərdi təhlükəsizlik məsələləri aspektindən yanaşmaq olar ki, məsələyə. Yəni bu bütün təşkilatlara aiddir. Hətta ofis mühiti fərqi yoxdur. Yəni istəyir yüksək risk potensialı olan, təhlükə potensialı olan, istərsə də ümumiyyətlə çox aşağı belə deyək, zəif təhlükə potensialı olan bir obyekt olsun, ofis olsun, fərqi yoxdur. Yəni istənilən yerdə təşkilat müəssisə işçilərin təhlükəsizliyinin qayğısına qalmalıdır ki, burada da əvvəlki verilişlərimizdə də demişdik, izləyicilərimiz yəqin xatırlayarlar ki, əmək məcəlləsi çərçivəsində bu işlər nəzarət olunur, tələblər müəyyənləşir və standart baxımından da burada ISO 45001 standartı ən ideal belə deyim də idarə etmə standartıdır ki, əməyin mühafizəsinin idarə olunması baxımından çox uyğundur. Digər tərəfdən isə var artıq belə deyim, istiqamət burada biraz fərqlənir. Daha çox təhlükə, yüksək təhlükə hesab olunur proses təhlükəsizliyi sahəsində. Yəni ki, burada artıq kimya zavodlarına aid, kimya sənayesinə aid olunur. Yəni ümumiyyətlə proses təhlükəsizliyi deyəndə təkcə kimya sənayesi deyil, orada qida sənayesi də var. Ümumiyyətlə kənd təsərrüfatı sənayesində də, kənd təsərrüfatında da müəyyən proseslər, işlər var ki, məsələn, taxılçılıq obyektləridir, ondan sonra pamıqçılıq obyektləridir ki, haradasa ki, məsələn, ambar, saxlama, emal proseslərində istər-istəməz yəni yüksək təhlükə potensialı yaranır və bu bir şəkildə idarə olunmalıdır. Yəni bugün baxsaq, istər ölkəmizdə düzdür, həmişə biz ona deyirik xoşbəxtlikdən, amma əslində belə deyim, ehtiyatlı ol, xoşbəxtlikdən kimi biraz belə deyim, subyektiv və mistik şeylər, təhlükəsizlik biraz da belə deyək də, diqqətin və sistemin olduğu bir yerdə yaxşı nəticələr gözləmək olar. Yəni, ümumiyyətlə, bəli, bəzən düzdür, biz tam olur ki, ciddi hadisələrin yanından keçirik, ciddi risklərlə üzləşirik, amma bir şey baş vermir müəyyən səbəblərdən, yəni çox cüzi bir belə deyək, ehtimalla xilas ola bilirik. Amma bəzən də görürsən ki, bu hadisə qaçılmaz olur. Çox sadə bir səbəblərdən, yəni ki, hadisələr qaçılmaz olur ki, elə son zamanlarda da təkrar, yəni mən müəssisə adı vermək istəmirəm. Ölkəmizdə də məsələn müəyyən bu kimi sahələrdə, yəni ki, neft-qaz sahəsində, kimya sahəsində çalışan zavodlarda müəyyən xırda da olsa, yəni ki, orta həcmli də olsa, yəni müəyyən
proses təhlükəli hadisələri baş verir. Dünya statistikasına baxanda götürəndə isə görə bilərik ki, yəni Hindistandan, Bhopaldan başlayaraq, yəni bütün dünyada, yəni ki, əsasən Amerikada, çünki kimya sənayesi orada daha çox inkişaf elədiyinə görə, təbii ki, bu proses təhlükəsizliyi daha çox inkişaf edir. Yəni proses təhlükəsizliyi standartı var, OSHA standartıdır. Yəni bütün dünyada ən çox tanınmış və tətbiq olunan standartdır ki, yəni bu 45001, yəni bizim bildiyimiz adətən əmək mühafizə sahəsində çalışanlar 45001 və OSHA standartları, həmişə IOSH və OSHA, bu sözlər qarışdırılır bir-birinə. Yəni OSHA dediyimiz konkret bir standartdan söhbət edir. OSHA-nın, belə deyək, OSHA proses təhlükəsizliyi, Process Safety Management-dən gedir söhbət. Yəni OSHA başqa bir şeylə qarışdırılmasın, ona görə bunun üzərinə dayanıb vurğulayıram. OSHA Process Safety Management standartıdır və həmin Process Safety idarə etmə standartı proses təhlükəsizliyinin təmin edilməsi üçün bir çərçivə və tələblər toplusu təqdim edir. Çünki proses təhlükəsizliyi elə bir sahədir ki, proses elə bir sahədir ki, burada hadisələrin nəticələri həddindən artıq katastrofik ola bilər və böyük insan tələfatına və yaxud da böyük əmlak mülkiyyət tələfatına qədər, zavodun tamamilə sıradan çıxmasına, yəni orada işləyən insanların tamamilə belə deyil, böyük bir qisminin həyatını itirməsinə qədər gedib çıxa bilər. Yəni belə olan halda artıq bu ciddi diqqət tələb edir. Yəni diqqət yəni nə? Yəni daha diqqətli mi baxmalıyıq? Diqqətli nə etməliyik? Yəni diqqətli olmaq odur ki, uyğun olan sənayedə ən yaxşı üstün təcrübəni tapmaq. Yəni ki, bu artıq adında dedik ki, yəni OSHA standartıdır, proses təhlükəsizliyi idarə etməsi. Yəni təzə çarx təkər icad etməyə ehtiyac yoxdur. İcad olunub, tətbiq olunub və çox uğurlu nəticələr göstərir dünya belə deyim iqtisadiyyatında və dünyada olan kimya müəssisələrində, ümumiyyətlə proses təhlükəsizliyi çərçivəsində işləyən bütün müəssisələrdə bu var. Yəni prosesdən kənar katastrofik belə deyim proses təhlükəsizliyindən kənar katastrofik baş verə biləcək şeylər ancaq təbii fəlakətlər ola bilər. Qalan bütün məsələlər, yəni katastrofik nəticələrlə nəticələnə bilən hadisələrin böyük, deyəlim ki, 99%-i proses təhlükəsizliyi çərçivəsində baş verir. Burada bu hərbi zavodlar aiddir proses təhlükəsizliyində, neft məhsullarının emalı, neft emalı, yəni downstream dediyimiz neft istehsalında bütün downstream proses təhlükəsizliyinə aiddir. Və digər kimya, bəli, bizim məsələn ölkədə polimer, karbamid, məsələn metanoldur, yəni ki, bu sahələr özü hamısı kimya sahəsində. Kənd təsərrüfatında məsələn pambıqçılıqda, yəni qida sənayesində, yəni qida istehsalının özü də müəyyən kimyəvi maddələrin, kimyəvi proseslərin belə deyim izlənməsi ilə gedir. Ki burada çox belə deyim, məsələ çox həddindən artıq aktualdır. Yəni hadisələri baş vermiş hadisələrin kök səbəbini, yəni elə verilişimizin məğzi budur əsasən təbii ki. Kökə baxanda elə görürsən ki, proses təhlükəsizliyi ya yoxdur ümumiyyətlə. Yəni bu son hadisələrə mən baxıram, yəni xəbərlərdə ümumiyyətlə indi əsas istinad elədiyimiz belə də doğru mənbələrə baxıb istinad edib baxanda görürsən ki, yəni yazıdan görürsən ki, aydındır məsələ. Yəni proses təhlükəsizliyi yox dərəcəsindədir ya da var sözdə tətbiq olunmayıb ya da ki, hansısa bir elementlər bir-birinə uzlaşmır. Yəni sırf bu səbəblərdən gətirib ona çıxardır ki, belə ciddi proses təhlükəsizliyi hadisələri və yaxud da hadisələrdən dırnaq arası bəxtimizin gətirib yan keçməsi kimi hallar baş verir. Bu da yəni ciddi məsələdir. Məncə buna ciddi yanaşılmalıdır. Anar müəllim, dediyiniz kimi, yəni artıq belə deyək, yeni bir standart kəşf etməyə ehtiyac yoxdur. OSHA standartı bəllidir və dünyada bir çox ölkələrdə tətbiq olunur. Biz özümüz məsələn təlim və inkişafların müəyyənləşdirilməsi zamanı gələn müraciətlərdən də görürük ki, proses safety-yə sanki biraz belə deyək, biganə yanaşılır. Ümumiyyətlə o sahədə inkişaf etmək belə deyək, əlavəymiş kimi gəlir. Ən çox məsələn bayaq adını çəkdiyimiz IOSH Management Safety təliminə müraciətlər gəlir, hansı ki, həmin şəxslər qida, neft, qaz, enerji və yaxud da belə deyim kənd təsərrüfatı sənayesində çalışan şəxslərdir. Onların öyrənməli olduqları daha çox proses safety bilikləridir. Bunun ölkəmizdə tətbiq olunması, yəni OSHA standartının tətbiq olunması belə deyək, hansı çətinliklərə əsasən tətbiq olunmur və yaxud da ümumiyyətlə tanınmır və yaxud da belə deyək, nəyə görə müraciət edilmir bu standarta? Təlim ehtiyacları birinci müəyyən olunmaqdan ötürü müəssisə prosesləri müəyyən etməlidir. Yəni bu proses, burada istifadə etdiyim proses sözü bayaqki proses deyil.
Proses yəni fəaliyyət növlərini və fəaliyyət mərhələlərini müəyyən etməlidir. Proses burada gedir. O digər proses isə yəni o kimya sənaye proseslərindən söhbət gedir orada. O proses sözü iki fərqli mənada istifadə olunur. Yeri gəlmişkən izləyicilərimizdə məlumatlar olsun. Demək, proseslər müəyyən olmalıdır, fəaliyyət prosesləri müəyyən olmalıdır və prosesin yerinə yetirilməsi üçün, icra olunması üçün səriştəlilik meyarları çıxmalıdır ortalığa. Bizim təlimi necə seçirik adətən? Qulaqdan dolma məlumatlarla. Ümumiyyətlə, bir kərə yeganə ölkəyik ki, bəlkə Azərbaycanda, məsələn, şəxsən başqa təlim, belə deyək, provider, bəlkə training providerlar da var, başqaları. Yəni, başqa providerlarda IOSH Managing Safety keçirlər və bizim təkcə elə bizdə ən çox keçən biz hardasa 10 ildən yuxarıdır ki, IOSH Managing Safety keçirik. Və artıq toplam 1000 nəfərdən statistik olaraq 1000 nəfəri keçib bizim IOSH Safety məzunlarımızın sayı. IOSH Managing Safety-yə gələn adamların içərisində 98-99% STM sahəsində çalışanlardır. Bəli. Amma kursun məqsədi, kurs IOSH Managing Safety ilə hazırlanıb menecerlər üçün, rəhbər şəxslər üçün ki, onlar təhlükəsiz necə idarə etmək lazımdır, ondan tanış olsunlar. Amma təəssüf ki, bunu necə sənaye belə deyək, ehtiyacları düzgün müəyyən etməyənlər, qulaqdan dolma məlumatlarla təbii ki, biz onun alternativi də yoxdur. Ona görə IOSH insanlar müraciət edir, almaq istəyir, biz o məlumatları veririk, kursda da bilirlər. Yəni, STM nümayəndələrinin kursda iştirak etməyi pis bir şey deyil. Yəni, sadəcə tam hədəfə vurulmuş bir atış deyil, mən deyərdim. Yəni, ona daha çox biz rəhbər şəxsləri gözləyirik o təlimdən, amma təəssüflər olsun ki, rəhbər şəxsləri orada biz çox nadir hallarda görə bilirik. Bəzi şirkətlərdə olur, belə müəssisələr bu işləri təyin edirlər, amma çox yerlərdə olmur. Məsələyə gəlincə ki, proses təhlükəsizliyi ilə IOSH Managing Safety, məsələn, proses təlim nöqteyi nəzərindən yox, ümumiyyətlə müəssisələrdə STM nümayəndələri, müəssisələr özləri nə qədər adam bilir, müəssisə bilir ki, mən sizə əmin edə bilərəm ki, ümumiyyətlə izləyicilərimizə də mən proses təhlükəsizliyi zavodu tanıyıram ki, onun o proses təhlükəsizliyinin standartından və proses təhlükəsizliyi kateqoriyasına düşdüyünü bilmir. Yəni, fəaliyyətinin proses təhlükəsizliyi kateqoriyasında olduğunu və ona uyğun tədbirlərin yerinə yetirilməsindən xəbəri yoxdur. Yəni, biraz belə deyim, sənayeni, sahəni düzgün araşdırmaq və düzgün standartları, ümumiyyətlə, iş planlaşdırılanda, müəssisələr yarananda, müəssisələrin fəaliyyəti formalaşdırılanda, onların hansı sahədə fəaliyyət göstərəcəkləri və o sahə ilə uyğunlaşmaları, belə deyək, qaçılmazdır. Yəni, bunu öyrənməlidirlər, araşdırmalıdırlar, bilməlidirlər. Bir də ümumiyyətlə bizim təhsil sistemində də, yəni beynəlxalq standartları biraz belə deyək də, bizdə böyük bir keçid dövrü yaşadıq, hələ də yaşayırıq, hələ də dirənc var, hələ də mühafizəkarıq, biraz köhnə standartları, köhnə şeyləri qorumağa çalışırıq. Amma razılaşaq ki, məsələn, Sovet SSR vaxtı yaxşı şeylər də vardı, pis şeylər də vardı. SSR vaxtı olan, məsələn, proses təhlükəsizliyi üçün bir şey deyim ki, əgər proses təhlükəsizliyi, deyək ki, Çernobil atom stansiyasında düzgün yerinə yetirilsəydi, o boyda kütləvi bir fəlakətindən dünya qarşılaşmayacaqdı. Yəni, hətta o hadisə ilə bağlı araşdırmalar göstərir ki, fövqəladə hallar üçün qoyulan bütün vasitələr heç bir işə, belə deyək, yararlı ola bilməyib, fayda verə bilməyib hadisə zamanı, yəni istifadəyə yararlı olmayıb. Çoxsunun vaxtı keçib, çoxsu test olunmayıb illərdir, yəni işlək vəziyyətdə olması müəyyənləşdirilməyib və s. və ilaxır. Proses təhlükəsizliyi, yəni çox həssas bir nöqtədir. Proses təhlükəsizliyi, ümumiyyətlə, bir kərə yanaşma fərqlidir. Fərdi təhlükəsizliyi daha çox STM nümayəndələri, belə deyək də, HSE safety mütəxəssisləri tərəfindən daha çox idarə olunur və yaxud da gündəlik nəzarət olunur. Amma proses təhlükəsizliyi zavodunda hər kəs STM mütəxəssisidir. Yəni, vəzifəsindən asılı olmayaraq, istər zavodun direktoru olsun, istər platformanın rəisi olsun, fərqi yoxdur. Hər kəs o müəssisədə STM-ə xidmət edir. Çünki keyfiyyət, STM hər bir addım orada prosesdir, prosesdə təhlükələrdən ibarətdir. Yəni, xırda bir səhv katastrofik bir hadisəyə gətirib çıxarda bilər. Belə deyək də, loru dildə bəzən o dənizdə işləyən, platformalarda işləyən yoldaşlarla biz hərdən danışırıq, deyirlər, necəsiz deyək, bombanın üzərində oturmuşuq. Yəni, reallıq budur, doğrudan da. Yəni ki, hər an düzdür, ən yüksək səviyyədə təhdid olunmuş, ən təhlükəsiz platformalarda işləyirlər bəziləri. Məsələn, bu son illər tikilən platformalar kifayət qədər təhlükəsizdir, amma yenə də baxmayaraq təhlükə orada var, qaçılmazdır.
Amma biz onu çalışıb belə dedik, o proseslər orada həmin şirkətlər, həmin müəssisələr onları minimuma endirərək o proseslər, o işləri yerinə yetirirlər və ona görə təhlükəsiz bizə gəlir. Orada təbii ki, sıfır təhlükə heç vaxt yoxdur. Sıfır təhlükə üçün fəaliyyət olmamalıdır. Yəni biz heç bir kimyəvi maddəni bir-birinə qatmamalıyıq. Amma əgər qatırıqsa, əgər iş görürüksə, fəaliyyət varsa təhlükə olacaq və bu o deməkdir ki, biz artıq onu nəzarətdə saxlamalıyıq. Mən bir şey də əlavə eləmək istəyirəm. Bu təhsil məsələsində bizim indi müəyyən araşdırmalar təbii ki, işimiz gərək aparırıq. Burada bir də məlumatlandırma və məlumatlılığın az olması məsələsi də var. Bugün bu sahədə proses təhlükəsizliyi sahəsində bizim təhsil verən institutlarımız yoxdur. Yəni kimya mühəndisi buraxırıq, amma kimya mühəndisi proses təhlükəsizliyi standartından xəbər olmaya bilir. Tam da mənim digər suallarımızdan biri o idi ki, ixtisas adı ilə biz izləyən tələbələr, məsələn, gənc mütəxəssislərə desək, sənaye sahəsi adı ilə dedik, ixtisas adı ilə desək, məsələn, kimlər təhsilində bunu bilməlidir? Məsələn, elə biri kimya mühəndisləri dedik. Sonra məsələn ixtisas adları ilə bilirsək, mexanika mühəndisləri bəlkə də. Biraz əslində qəliz məsələdir. Niyə qəliz məsələdir? Mən SƏTƏM-dən başlamaq istədim, amma bizdə məsələn SƏTƏM bir vəzifə rol olaraq, sənaye olaraq kateqoriyalaşmayıb. Bəli. Məsələn dünyada belə bir kateqoriyalaşma aparılan ölkələr var. Məsələn bu günləri qida sənayesindən çıxan SƏTƏM işçisi gedir tikinti sənayesində işləyir, tikintidən çıxan gedir neft sənayesində işləyir. Yəni bu mümkün deyil. Yəni bir nəfər hər şey ola bilməz, hamı ola bilməz. Yəni hər sahənin düzdür ad olaraq biz ona SƏTƏM deyirik. Amma qida sənayesinin SƏTƏM-i ilə dənizdəki platformada işləyən SƏTƏM arasında nə qədər bənzərlik var? Ən az gördüyü işlər qədər yaxındırlar bir-birlərinə. Yəni qida sənayesi və neft çıxartmaq, yəni nə qədər yaxındır bir-birinə. Düşünək bu baxımdan baxsan, yəni bizdə bu kateqoriyalaşma yoxdur. Ona görə də bəzən görürük ki, dünən qədər məsələn qida sənayesində işləyirdi, bu günləri neft-qaz sahəsində böyük bir vəzifədə işləyir adam. Yəni belə şeylərlə rastlaşırıq təəssüf ki. Mənim kimisə belə deyək də vəzifə dəyişməsinin, peşə ixtisaslaşmasının artırmasının əleyhinə deyiləm. Sadəcə biz nəzərə almalıyıq da, yəni bu nə qədər uğurlu bir dəyişim ola bilər. Bu mütəxəssis sənayeyə nə verə bilər? Yəni digər tərəfdən də həmin o dərəcələndirmə, kateqoriyalar, sinifləndirmə olmadığına görə sənaye sahələri arasındakı məsələn hansı kateqoriyalı SƏTƏM işçisidir. Digər məsələdə gəlir ümumiyyətlə universitetlər, ümumiyyətlə ixtisas sahələri. Təbii ki, onlar da özlərini təkmilləşdirməlidirlər. Yəni bu gün kimya mühəndisi, kimya sahəsində oxuyan adam əgər hətta belə deyək də, pedaqoji kimya təhsili almış olsa da belə, əgər planında nə vaxtsa hansısa bir kimya zavodunda işləmək varsa, bu proses təhlükəsizliyini bilməlidir bir zəhmət. Yəni kimyanı təkcə kimyanı bilməklə biz belə deyək də, onun təhlükələrinin idarə olunması belə deyək, qəliz bir şeydən danışmırıq. Yəni danışdığımız standart bəsit, sadə belə deyək də, tələblərin ardıcıl tələblərin yerinə yetirilməsi, nəyi necə etmək lazımdır? Ümumiyyətlə, standartlar nə deməkdir ki? Yəni, standart o deməkdir ki, prosedur, standart, qayda onu deməkdir ki, yəni, hamı müxtəlif belə deyək, mənbələrdən bilik alır, müxtəlif səviyyələrdə bilik alır və onu müxtəlif səviyyədə təqdim etmək bacarıqlı, namalikdir. Bəs necə eləyəcək? Biz bütün bu adamları yığıb bir yerə işlədib, bu zavodu işlətmək lazımdır. Ona görə biz vahid yanaşma tətbiq edirik ki, yəni, bütün o biliklər həmin o standartın çərçivəsində belə deyək, bir çətir altında toplaşsın. Yəni faydalı iş əmsalına çevrilsin. Yoxsa hərə bir tərəfə dartacaq. Bu deyəcək ki, mən falan yerdə oxumuşam, belə bilirəm, bu cür olmalıdır. Bu deyəcək ki, yox, sən düz bilmirsən, biz belə eləyirdik, belə olmalıdır. Və bu pərakəndəlik yarada bilər və bu pərakəndəlikdə də belə təhlükəli obyektləri idarə etmək olmaz, mümkün deyil. Bu, yəni bizim biliklərimizin sübut edəcəyimiz bir platforma deyil, bu ora deyil. Yəni biz burada vahid hamının artıq qəbul etdiyi obyektiv bir meyarı tapmalıyıq, standartı ki, bu da var, dedik, OSHA, Process Safety Management və həmin Process Safety Management tətbiq olunmalıdır və orada işləyən, proses sahəsində işləyən, təhlükəsiz o sahədə işləyən adamlar proses təhlükəsizliyi standartının tələbləri ilə tanış olmalıdırlar və onu öz işlərində, onların sahəsinə necə aid olur və necə tətbiq olunur, onu bilməlidirlər. Bu, siz necə, proses təhlükəsizliyi bizi nə yaradır? Daha çox, mən təsəvvür edəməmişəm, ən xoşladığım bir misaldır. Bu orkestrlar ifa edirlər, belə böyük bir, belə deyək, bir sənət əsəri.
görürsən ki, bəzi orkestrlarda 300-dən yuxarı belə deyək, ifaçı olur orada, müxtəlif alətləri ifa edirlər. Və görürsən ki, bir dirijorun işarəsi ilə gözəl bir sənət əsəri çıxır ortaya. Orada bir tandem var, orada bir əlaqə var, komanda işi var. Proses təhlükəsizliyi ümumiyyətlə komanda işidir. Çünki bir prosesin sonu o bir prosesin başlanğıcıdır. Və bu da kimya prosesləridir. Bu ciddi proseslərdir, ciddi təhlükələr var. Yəni burada səhv toleransı yoxdur, olmamalıdır. Çünki səhv toleransı katastrofik bir hadisə ilə belə deyək, əhatə oluna bilər. Və ona görə düşünürəm ki, biz təhsildə də ciddi dəyişikliklər eləməliyik. Yəni mən izləyən varsa, təbii ki, izləyicilərimiz arasında tələbələr var, amma biz imkan daxilində biz bu sahədə müəllimlərimizə, yəni əmək mühafizəsi şükür ki, yaxşıdır, keyfiyyətdən fərqli olmur. Keyfiyyət heç yerdə tədris olunmur. Yəni əmək mühafizəsi hardasa tədris olunur. Bəli, son illərdə həyat fəaliyyəti təhlükəsizliyi, əmək mühafizəsi kimi belə deyək, təhsilimiz var. Amma əmək mühafizəsində də proses təhlükəsizliyi öyrədilməlidir, tədris olunmalıdır və eyni zamanda kimya, qida, mühəndislik sahələrində də proses təhlükəsizliyi standartları, onların tələbləri barəsində. Çünki reallıq budur. Artıq təhsildən sonraki həyat tətbiq etmədir, müəssisədir, işdir, sahədir. Yəni, bütün düsturları bilmək olar, amma orada hansı ardıcılıqla işlər görülür və necə idarə olunur, onları da bilmək məncə məqsədə uyğun olar. Çox sağ olun, müəllim. Məncə proses təhlükəsizliyinə bağlı yenə danışmaq olar. İnanıram ki, bizim vaxtımız sadəcə məhdud oldu. Suallarımız məncə qalıb. Bəli. Suallarımız qalıb. Düşünürəm ki, proses təhlükəsizliyinə bağlı bir dəfə də toxuna bilərik ki, proses təhlükəsizliyinin elementləri və qısaca o elementlər nəyə əhatə edirlər? Yəni elə bir ki, bir webinar mövzusu. Çünki webinar belədir ki, biz konkret vaxt qoyuruq və orada izləyicilər iştirak edirlər. Kök səbəb o baxımdan yaxşıdır ki, biz çəkirik, kimin vaxtına vaxtıdır, o vaxt qoşulub baxır. Yəni, məncə bir bonus eləmək olar ki, biz proses təhlükəsizliyi standartı nəyi tələb edir, elementləri nələrdir, onu isə növbəti dəfə inşallah. Çox sağ olun, növbəti kök səbəbdə görüşərik. Suallarınızı yönləndirin, əlimizdən gəldiyi qədər cavablandıracağıq. Xudahafiz.